Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü ve sena'u lillahi rabbil alemin. Vel akibetu littaqva vel yakin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin. Habibina ve habibi ilahil alemin. Ebil Kasım Muhammed. Sallallahu aleyhi ve aleyhi ve sellem. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. Bu günləri Zilhiccə ayının 7-si İmamət səmasının 5-ci imamı İmam Muhammed Baqir əleyhissalamın şəhadət günü idi. Bu münasibətlə başda Mövlamız İmam-ı Zaman Əcəlallahu Fərəcəhu Şərif olmaqla bütün müsəlmanlara, siz əzizlərimizə təsliyyət ərz edirəm. Allah mütəal Həzrət İmam Baqir əleyhissalamın dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə nəsib eləsin inşallah. Amin. İmam Muhammed Baqir əleyhissalam 5-ci imamımız Hicrətin 114-cü ilində Peyğəmbər şəhərində 9 il neçə ay imamət dönəmi olmuşdu öz atası İmam Səccaddan sonra və o dövrün xəlifəsi Hişam ibn Əbdülməlikin tapşırığı ilə o həzrət zəhərləndirilərək şəhadətə yetmişdi 57 yaşında və o həzrət müqəddəs Mədinə şəhərində Bəqi qəbristanlığında Həzrət İmam Həsən Müctəba əleyhissalamın və İmam Zeynəl-Abidin əleyhissalamın atasının qəbri şəriflərinin yanında dəfn olunmuşdu və inşallah ki, Allah bütün arzusunda olanlara o müqəddəs məkanın ziyarətini nəsib eləyər. Amin. İmam Muhammed Baqir əleyhissalam həm də o imamlarımızdandır ki, Kərbəla hadisəsini görüb, Kərbəla hadisəsini canlı şahidlərindəndir. Həzrətin Kərbəla hadisəsində 4 yaşı var idi. Yəni, kifayət qədər Kərbəlanın hadisəsi yaddaşında, zehnində qalan bir yaşındaydı Həzrət və əlbəttə ki, o Kərbəlanın faciəsin və Kərbəlada baş vermiş hadisələri birbaşa görən və sonralar onu nəql edən bir imamlarımızdandır. Təbii ki, əsas vəzifə İmam Zeynəl-Abidin əleyhissalamın üzərində idi, lakin İmam Baqir əleyhissalamın da bu işdə böyük bir boynunda vəzifələr olmuşdur. Həzrət İmam Baqir əleyhissalam bir şəxsiyyətdir. Əziz Peyğəmbərimiz sağlığında o həzrətin hələ dünyaya gəlməmişdən öncə onun barəsində ona salam göndərmişdi. Tarixdə məşhur bir hadisədir. Peyğəmbər sahabəsi Cabir ibn Əbdullah Ənsari ki, uzun ömür yaşamışdı, 7 məsumu dərk edib Cabir ibn Əbdullah Ənsari. Deyirlər, yaşlı vaxtları idi Cabir ibn Əbdullah Ənsarinin və gözləri də artıq tutulmuşdu yaşı ilə əlaqədar olaraq. Mədinə küçələrində bir gün Həzrət İmam Baqir əleyhissalamla rastlaşdı. Dedilər ona ki, bu Həzrət İmam Baqir əleyhissalamdır. Bu Həzrət Cabir ibn Əbdullah Ənsari gəldi, yaxınlaşdı İmam Baqir əleyhissalama və o həzrətə salamlarını yetirdi.
Buyurdu ki, ikinci bir salamım, bu birinci salam öz salamım idi, sənə yetirirəm. İkinci bir salamım əziz Peyğəmbərimizin salamıdır. Mən sənə bunu bir vəzifədir, boynumda ki, gərək sənə çatdıram. Təbii ki, oradakı insanlar təəccüb elədilər. Cabir ibn Əbdullah Ənsari buyurdu ki, bəli, mən bir gün Peyğəmbər xidmətində idim. İmam Hüseyin əleyhissalam balacaykən onun qucağında idi. Peyğəmbər Əkrəm məni çağırdı, dedi, ya Cabir, mənim cavan vaxtlarım idi. Ya Cabir, yaxın gəl. Sənə bir müjdə verim, uzun ömür yaşayacaqsan. Bu Hüseynimin nəslindən 5-ci imam, adı mənim adımdan olan, ləqəbi Baqirül Ülüm, elmləri yaran, elm dərrakəsi bir imamı sən dərk eləyəcəksən, görəcəksən. Onu görərkən mənim salamımı ona yetirərsən. Həzrət Cabir ibn Əbdullah Ənsari bu sözü dedi və ağladı. Dedi, xoş mənim halıma ki, Peyğəmbər salamını gətirib sənə çatdıra bildim. Ondan sonra Həzrət İmam Baqir əleyhissalam salamın cavabını alandan sonra buyurdu ki, əmi, əlbəttə ehtiram əlaməti olaraq Cabir ibn Əbdullah Ənsariyə müraciəti əmi olaraq müraciət edirdi. Buyurdu ki, sən ki, bu salamı gətirib mənə yetirdin, bundan sonra sənin ömrüvə çox az qalıb. Hazırlaş, axirət mənzilin üçün. Deyir, Cabir ibn Əbdullah Ənsari bir daha ağladı. Dedi ki, bəs, ya imam, bunu sən hardan bildin? Bunu mənə Peyğəmbər demişdi ki, sən o qədər yaşayacaqsan ki, Muhammed Baqir əleyhissalamı görəcəksən, mənim salamımı ona yetirəcəksən, amma ondan bir az sonra dünyanı dəyişəcəksən, çox yaşamayacaqsan. İmam Baqir əleyhissalam buyurdu, Vallahi ya Cabir, ləqəd ətəniyəllah ilmə ma kan və ma huvə kain ilə yevmil qiyamə. Ya Cabir, Allaha and ola ki, Allah bu günə qədər və bundan sonra qiyamətə qədər baş verə biləcək mühüm hadisələr barəsində bizə xəbər verib. Allahın izni ilə biz bu məsələlərdən xəbərdarıq. Dillər Cabir ibn Əbdullah Ənsari o qədər sədaqətli bir sahabə idi. Hər gün 2 dəfə, ömrünün sonuna qədər, hər gün 2 dəfə gələrdi İmam Baqir əleyhissalamın evinin qarşısında durardı, ona salamı çatdırardı. Deyərdi, qoy qiyamətin günündə Peyğəmbər yanında üzüm ağ olsun ki, onun əhdinə mən vəfa elədim. Və İmam Baqir əleyhissalam öz zamanında elə bir mühit, elə bir şərait yaranmışdı ki, İmam Hüseyin əleyhissalamın Kərbəlasından sonra çox çətin bir dönəm başladı. O qədər ağır bir dönəm idi ki, insanlar vəhşətdə idi, insanlar qorxu içərisində idi. Çünki Yezid və onun tərəfdarları o qədər həddləri aşmışdılar ki, hətta Peyğəmbərin ciyər parisi, Qur'an-ı Kərimin insanlara təyin elədiyi bir şəxsiyyət, Ali Əbanın sonuncu nümayəndəsi Həzrət İmam Hüseyin əleyhissalamı şəhid eləmişdilər. Bütün əhli əyalını şəhid eləmişdilər. Ona görə insanlarda elə bir qorxu, elə bir xof yaranmışdı ki, əgər Yezid bunları öldürdüsə, bizi hay-hay öldürər. Yəni, insanlarda çox ciddi bir vəhşət var idi. Təminən təsəvvür edin o haləti. Yəni, çox ciddi bir məsələ idi İmam Hüseyin əleyhissalamın şəhid edilməsi. İmam Səccad əleyhissalam buyurur ki, hər kəs bizim ətrafımızdan dağılışdı. İnsanlar qorxudan dağılışıb gedirdilər, pərakəndə olurdular. Həzrət buyurur, 20 nəfər qalmışdı, xas insanlar bizim yanımızda. Ağır təzyiqlərdən sonra onlar da getdilər. Cəmi 3 nəfər qaldı bizim yanımızda. O 3 nəfəri də Həccac ibn Yusif məlun diri-diri dərilərini soyurdu ki, onları Əli ibn Əbi Talibin vilayətinə, İmam Hüseyin əleyhissalama tohin eləsinlər, ağır söz desinlər, amma onlar şəhadəti qəbul elədilər, dönmədilər və şəhid oldular. Belə bir zaman gəlib ki, İmam Səccad əleyhissalam 35 il zahirən nə dərs demək üçün imkanları var idi, nə təbliğ üçün imkanları var idi. Sadəcə Həzrət
Dualar oxuyurdu ki, onun məşhur Səhifə-i Səccadiyyə kitabı var. Dualarla öz sözünü çatdırırdı. İmam öz əmr və məruf və nəhyəz münkərini, təvəlla və təbərrasını dayandırmamışdı ya. Sadəcə olaraq onun metodunu dəyişmişdi. Artıq İmam Hüseyin əleyhissalamın dönəmindəki üslub bugün mümkünsüz idi. Üslubu dəyişmişdi İmam Səccad əleyhissalam. İmam Səccad əleyhissalam baxırdı, dərrakəli qullar tapırdı. Hiss eləyirdi ki, bu düzlü quldur. O dövrdə quldarlıq dönəmi idi. Hiss eləyirdi bu quldur, amma fəhmli insandır, düşüncəli insandır, bəsirətli insandır. O qulları imam alırdı. Bir il onlara təlim keçirdi. Vilayətin xəttində onlara təlim keçirdi. Bir ildən sonra həmin qulu azad edirdi, ona müəyyən məbləğ verirdi. Məsələn, göndərirdi ölkələrin birinə. Dedi, get, bizim elmimizi, bizim düşüncələrimizi orada yay, insanlara çatdır. Bu üslubdan İmam Səccad əleyhissalam istifadə edirdi. Başqa alternativ yol yox idi demək olar ki. İmam Səccad əleyhissalam hər il həccə gedirdi. Gedirdi Minada, imkan düşürdü, otururdu Əbu Abdullah Hüseyin əleyhissalamın rozasını deyirdi. Bu cür çatdırırdı insanlara haqqı. Amma gəldi İmam Baqir əleyhissalamın dönəmində Abbasi və Əməvi sülalələri arasında ciddi bir qarşıdurma yarandı. Bu bir fürsət verdi ki, İmam Baqir əleyhissalam İslam universiteti deyək, akademiyası deyək, o dövrdə bunun bünövrəsini qoydu. Şərait buna imkan verdi. Ki, onu da sonra İmam Sadiq əleyhissalam genişləndirdi və bu dönəmdə İslamın elmi təbliği gücləndi. İslamın hədis yazılma mədəniyyəti bundan sonra geniş vüsət tapdı. Yəni, İslam elmlərinin, Peyğəmbər hədislərinin yayılması və yazılmasında bütün dünya müsəlmanları Həzrət İmam Baqir əleyhissalam və İmam Sadiq əleyhissalama borcludular. Çünki o dönəmə qədər bunda bir qadağalar var idi. Belə bir zamanda Əbdülrəhman ibn Əbdullah Zəhri deyir ki, biz getmişdik Hişam ibn Əbdülməliklə həcc ziyarətinə. Bu xəlifədir, gəliblər Məkkə ziyarətinə. Hişam ibn Əbdülməlik gördü ki, Məkkənin qarşısında bir izdiham var. İnsanlar bir nəfərin başına toplanıb, amma xəlifəni burada saya salan yoxdur. Xəlifə gəlib Məkkənin həyətində heç kim buna tərəf baxmır, ehtiram eləmir. Bu, bunu çox narahat elədi. Çünki imamların əksəriyyətinin əlində əgər xilafət yox idi, amma ilahi əzəmət var idi. İnsanlar onları görəndə əzəmətlərinə vurulurdular, ecazları var idi. Amma xilafət əllərindən qəsb olunmuşdu, alınmışdı. Bu, Hişamı çox narahat elədi. Göndərdi bir nəfər, dedi, get gör bu insanlar kimin başına cəm olublar? Gəldi, dedilər ki, bəs İmam Baqirin başına cəm olublar. Bu istədi ki, o həzrəti bir elmi sualla bir pərt eləsin. Adam göndərdi, dedi, get İmam Baqirə cəmadın içində bir sual ver. Dinən bərzəx əhli indi nə yiyib, nə içirlər? İnsanlar bilirlikdə dünyalarını dəyişdi, qiyamət baş verənə qədər bərzəx aləmində yaşayırlar. Dedi, ged İmam Baqirə dinən bərzəx əhli nə yiyib, nə içirlər? İmam Baqir əleyhissalam cavabında dedi ki, bəs onların da özlərinin yemək və içməkləri var. Allah onlar üçün də bir ruzi təyin edib orada. Gəlib bu cavabı deyəndə Hişama sevindi. Düşündü ki, hədəfim oxa dəydi. Dedi, ged ona deyilən ki, o qədər vəhşətin, nicarançılığın, qorxunun içində onların necə su yemək yadlarına düşür, bərzəx əhlinin. Bu istədi ki, güya imamı pərt eləsin, məsxərə eləsin. İmam Baqir əleyhissalam bir ayə dedi. Burada əfidu aleynə minəl ma əv mimma rədəqəkumullah.
Quranda ayəni eşitməmisən ki, cəhənnəm əhli deyərlər ki, cənnət əhlinə xitabən Allahın sizə bəxş elədiyi o yeməkdən, sudan bitki bizə verə bilərsiniz. Deyək, cəhənnəmdə yanan adamın yemək su yadına düşürsə, imtahan gözləyən adamın yadına düşməyəcək. Hişam pərt oldu. O böyük bir izdihamın içində Hişam pərt oldu və qərar verdi ki, İmam Baqir əleyhissalamı gələk şəhid eləsin. O nüfuzu həzm edə bilmədi, o əzəməti həzm edə bilmədi. Qərar verdi o həzrəti şəhadətinə, ki, o həzrəti zəhərlədilər, o həzrət 3 gün xəstə yatağında qaldı o zəhərin təsirindən. 3 gün həzrət xəstə yatdı və vəsiyyət elədi öz oğlu İmam Sadiq əleyhissalama. Dedi, oğlum, o ehram ki giyinirdim əynimə, o ehramı mən üçün kəfən eləyərsən. O ehramı mən üçün kəfən eləyərsən. Allah nəsib eləsin hər birimiz. Həcc ziyarətinə getsiniz. Gələndə o ehramınızı özünüzdən gətirin. Atmayın onu. Maddi bir dəyəri yoxdur onun. Amma insanın Allah qonağı olarkən əynində olan bir libasdır. Gətirin onu, vəsiyyət eləyin ki, kəfənləsələr də bir kəfənimizin üstündən onu örtsünlər, o ehramı örtsünlər. Çünki insansın, Allah, mən sənə qonaq gələndə dünyada bu libasda gəlmişdim, axirət qonağımda da bundan gələm. Amma ilkəş insan həcc eləyə və qəbrə qədər o həccin saxlaya, qoruya. İnsanı qəbirdən də o həcci ki, orada olmuşdu, pak olmuşdu, günahsız olmuşdu, o cür qaldıralar. İlkəş bu cür insan yaşaya bilər. İmam vəsiyyət elədi. Ondan sonra imam hər nə ki var idi, öz maddi vəsaitindən onları böldü təyinatı üzrə və 20.000 dirhəm ayırdı. İmam Sadiq əleyhissalama buyurdu ki, oğlum, bu 20.000 dirhəmi hər il həccə ki insanlar gedəcək, 10 il sənə tapşırıq verirəm. 10 il ardıcıl olaraq həccə gedən rozaxanlara bu puldan ver, Minada məni üçün əzadarlıq qurub ağlasınlar. Əzadarlıq məclisi keçirsinlər. Bu imamın öz sifarişidir. Özü pul təyin edib bu üçün ki, o əzadarlıq keçirilsin orada. İndi biz bilək ki, bugün nə üçün cəm olmuşuq burada? İmamın öz istəyidir bizdən, biz müsəlmanlardan ki, məni üçün əza saxlayın, mənim əzadarlığımı qeyd edin, keçirdin. Mümkündür bəlkə biz heç başa düşmürük nə üçün. Biz hər il gəlib danışırıq Mühərrəmdə niyə əzadarlıq eləməliyik, nə üçün əzadarlıq saxlamalıyıq. O da elə bizim düşündüklərimizdir. Əsli həqiqətində imamların öz elmində nə idi bu məsələ, onu özləri bilirdi. Bizim həyatımızda təsiri var, ictimai həyatda təsiri var, onu özləri bilirlər. Amma sifarişləri budur. Biz üçün əzadarlıq saxlayın. Və bugünkü Zilhicc ayının 7-si artıq tamam oldu və artıq Zilhicc ayının 8-nə keçdik. Zilhicc ayının 8-i bir hadisə ilə də əlamətdardır. Bugün mən deyim sizə, bugün bir gündür ki, artıq Mühərrəmin, Aşuranın ətri gəlir. Bugün əzadarlığın ətri gəlir. Bugün 2 gün, 3 gün ardıcıl bir-birinə elə bağlarla bağlanıb ki, hiss edirsən ki, artıq Mühərrəm başlayır. Şair nəzmə çəkmişdi, gözəl nəzmə çəkmişdi. Şöhrət bizim şairimizdir, məscidimizin əhlidir. Getdi Mahi Ramazan, gəl daha ey matəmayı, gəlişi qanlı çiçəklər bitirən ey qəmayı. Ey Mühərrəm, mənim ey dərdlərimin məhrəm ayı, ey Hüseyn matəminin, məhrəminin matəm ayı. Bu elə bil ki, əzadarların, bu elə bil ki, əhl-i-beyt sevənlərin bir məhrəm ayıdır, Mühərrəm ayı. Bir qəlbin boşalda biləcək bir məkandır. Bir il
qəlb dolur, 10 gün gəlir insanlar ürəyini boşaldır matəmdə. Və bu gündən artıq bəzi yerlərdə, bəzi insanlar elə bu gündən başlayarlar əzadarlığa. Çünki artıq bu gecə, yəni sübh çağında Əbu Abdullah Hüseyin əleyhissalam Məkkədən çıxıb hərəkət eləyib, üzü Kərbəlaya tərəf. Yəni bu gündən artıq başlayıb Həzrətin yollarda olan günləri. Xanım Rüqəyyanın, Əli Əsğərin yollarda qalan günləri bu gündən başlayır. Bu gündən əslində o qəm, o qüssə, o kədər Əhl-i Beytin başının üzərində idi. Onların artıq bu gündən gülən günləri olmayıb, sevinən günləri olmayıb, rahatsızlıq tapan günləri olmayıb. Bu gündən başlayıb bu hadisələr. İmam Hüseyin əleyhissalam sübh çağında Məkkədən çıxıb, yavaş-yavaş hərəkət edir üzü Kərbəlaya tərəf. Və bir gün sonra Ərəfə günündə Kərbəlanın ilk şəhidinin şəhadət günüdür. Yəni mən ki dedim, artıq başlayıb Kərbəlanın müsibətləri, sabah yox, birisi gün Kərbəlanın ilk şəhidi şəhid olub. Bəli, Kərbəlanın ilk şəhidi Müslim ibn Əqildir. Müslim ibn Əqil Kərbəlanın ilk şəhididir. Düzdür, Aşura günü şəhid olmayıb. Amma Kərbəla hadisəsinin ilk şəhididir Müslim ibn Əqil. İmam Hüseyin əleyhissalamın əmisi oğlu idi. Əqil Həzrət Əli əleyhissalamın qardaşı idi. Müslümin atası Əqil idi, anası Əliyyə idi. Həyat yoldaşı da Həzrət Əlinin qızı Rüqəyya idi. Yəni İmam Hüseyin əleyhissalamın həm əmisi oğlu idi, həm qayını idi. Amma bunlar hamısı bir tərəfədir. İmam Hüseyin əleyhissalam Müslimə bir dənə məktub yazdı, Kufə əhlinə tərəf göndərdi. Yazdı ki, ey Kufə əhli, mənə ki məktublar yazırdınız, məni ki dəvət edirdiniz, mən öncə qardaşım, bu cür yazır Həzrət məktubu, qardaşım və ən etibar etdiyim şəxsi, əmim oğlu Müslim ibn Əqili sizə tərəf göndərirəm. Baxın, Müslim Həzrət Əbu Abdullah Hüseyin əleyhissalam üçün kim idi ki, o Həzrət onun ən etibar etdiyim şəxs deyə tanıtdırırdı. Dedi, onu artıq sizə tərəf göndərəm. Əgər ona beyət etsiniz, mən o zaman sizin beyətinizi qəbul edib, mən yola hərəkət edəcəm. Müslim ibn Əqil gəlib Kufəyə, Kufə əhli dönük çıxıblar. Öz vədlərinə xilaf çıxıblar. Elə yavaş-yavaş işıqları azaldaq, inşallah Rozaxan qardaşlarımız, şair qardaşlarımız var burada. Sonra bir əzadarlıq keçirərik inşallah. Müslim ibn Əqil gəlib Kufə əhli dönük çıxıblar. Qorxudan, dünya həvəslərindən yavaş-yavaş hamısı pərakəndə olub, Müslim ibn Əqil Kufənin küçələrində qalıb tək, ona bir pənah verən də yoxdur. Yeganə insan Hanə ibn Ürvə, Peyğəmbər sahabəsi ilə Hanə ibn Ürvə, Müslimə evində sığınacaq verib, artıq İbn Ziyad yerindən xəbər tutub və Müslimi gəlib oradan həbs elədilər. Müslimi həbs eləyiblər, indi gətiriblər Darul İmarəyə, Kərbəlaya gedənlər. Kufə məscidini görmüsünüz hamınız. Darul İmarə o dövrdə hökumət sarayı idi ora. Gətiriblər İbn Ziyadın qarşısına Müslim ibn Əqili. Bu Həzrət dedi ki, elə bir insan olsun, bir neçə kəlmə mənim sözlərim var ona. Baxdı, Ömər Səədi tanıdı orada. Ömər Səədi çağırdı yanına. Dedi, sənə bir neçə əmanətim var. Əmanətə sahib çıxarsan, Ömər Səəd dedi, çıxarım. Dedi, səndən bir xahişim var ki, mən burada olduğum neçə gün ərzində burada
bir miqdar borc almışam çörək yemək üçün. Məni ki şəhid elədiniz, mənim zirehimi apar saat, filan kəslərə borcum var, apar onları qaytar. Bir xahişim budur ki, Əbu Abdullah Hüseyn əleyhissalama mən məktub göndərmişəm ki, gəlsin. Xahiş edirəm, bir xəbər göndər ki, o həzrət gəlməsin. Bu Kufə əhli dönük çıxdılar. Gəlməsin, həzrətə xəbər çatdır ki, gəlməsin. Ömər Səd gəldi, bu sözləri dedi İbn Ziyada. İbn Ziyad orada bir söz dedi Ömər Sədə. Dedi, nə qədər namərd adamsan. Ən azından sənə etibar edib sir demişdi, söz demişdi. Nə qədər namərd adamsan. Bilin ki, İmam Hüseyn əleyhissalamı necə alçaq insanlar gəlib şəhid elədilər. Baxdı ki, day çarə yoxdur. Dedi, o zaman sizdən mənim 2 xahişim var. Biri budur ki, icazə verin mənə 2 rükət namaz qılın. Və bir də əgər mümkün olsa, mən neçə gündür susuzam, mənə bir az su verəsiniz içmək üçün. Deyirlər, icazə verdi. İbn Ziyad icazə verdi. O həzrət 2 rükət namaz qıldı, amma tez qıldı o namazı. Dedi, Allah şahiddir. Düşünməsəydiniz ki, ölümün qorxusundan bu namazı uzadıram, mən bu namazı çox gec qılardım. Bu cür düşünərsiniz deyənə mən bu namazı tez qıldım. Mən namazdan ayrıla bilmirəm. Bundan sonra tarix yazıb ki, Həzrət Müslim istədi o sudan içsin, çünki yaralanmışdı, başından da yaralar almışdı. Elə ki, camı gətirirdi ağzına içsin, ağzından qan düşdü o camın içinə, o suyun içinə qan düşdü. O həzrət suyu içə bilmədi, artıq o su nəcis hesabındaydı, o suyu kənarlaşdırdı. Yazıblar ki, çünki Kərbəlada hər kəs susuz şəhid olacaqdı. Əli Əkbər, Əli Əsxər, İmam Hüseyn ağa susuz şəhid olacaqdı. Allah Müslimə də icazə vermədi o sudan içsin. Həzrət Müslim də gərək ağası kimi susuz şəhid olaydı. Gərək bu cür şəhid olaydı. Baxdı, gördü, dayı heç kim yoxdur. Üzün çevirdi Məkkə Mədinə səmtinə, dedi ki, Allah şahidsən ki, mənim heç kimim yoxdur. Xəbəri həzrətə çatdıralar. Küləklərdən xahişim budur ki, bu xəbəri həzrətə çatdırsınlar ki, gəlməsin. Hətta Xurşid Banu Natəvan da onu nəzmə çəkib, söylə Hüseynə, ey səba Kərbəlaya gəlməsin, gəlsə düşər bu dəştidə, dərdi bəlaya gəlməsin. Çox bəla dəştidir buralar, Hüseyn gəlməsin. O həzrəti Dar limarənin üstünə çıxartdılar. Əvvəl həzrətin başını kəsdilər. Çünki Kərbəla şəhidlərinin də başı kəsiləcəkdi. Ondan sonra onu Dar-ül-Əmarədən atdılar yerə, ayağına ip bağlayıb Kufə küçələrində sürüdürdülər. Və 3 gündə ayağından Kufədə asdılar o həzrəti. Onu da ona sığınacaq verən Hanə İbn Urvəni də. Kərbəlanın ilk şəhidləridir ki, onları Kufə məscidinin yanında sonradan qadınlar gəldi. Hanə İbn Urvənin həyat yoldaşı bir neçə qadınla onları gəldi, orada dəfn elədi. Bugün onlar hamısı Kufə məscidinin içindədir. Allah nəsib eləsin. Ləyaqətimiz olmasa da gedək o əzəmətli insanları biz ziyarət edək, biz salam verək onlara ki, siz öz ağınıza vəfalı oldunuz. Allahdan istəyin biz içində biz öz ağamıza vəfalı ola bilək. Həzrət İmam Hüseyn əleyhissalam mənzillərin birindəydi, artıq yol gəlir ağa. Bu xəbəri gətirib çatdırdılar ki, Həzrət Müslim şəhid oldu. Həzrət Müslimi şəhid elədilər. İmam Hüseyn əleyhissalam çağırdı Müslimin balaca balalarını, oturtdurdu dizi üstündə. Dedi, İnna lillahi və inna ileyhi raciun. Müslimin balalarını nəvaziş elədi, onların başına sığal çəkdi.
Əbu Abdullah Hüseyin əleyhissalam hardan biləydi ki, düşmən bu Həzrətin şəhadətindən bir il sonra o balaları da şəhid eləyəcək. 2 dənə bala, İbrahim, Muhammed, onların da başını kəsib Fərata atdılar, məlunlar. Onları nəvaziş elədi, başlarına sığal çəkdi. Amma məclisimizi mən istəyirəm elə Həzrəti Əbu Abdullah Hüseyin rozası ilə bitirək, xanım Rüqəyyanın rozası ilə. Deyirlər, ağa Aşura günü artıq tək qalıb meydana özü gedir, təkdir, tənhadır. Daha köməyə qaldım Həzrətin. Xanım Rüqəyya salamullah aleyha gəldi. Həzrət baxdı ki, at hərəkət eləmir, baxdı, gördü xanım Rüqəyya atın ayaqlarını qucaqlayıb. Qızım icazə ver gedəm, dedi, ata olmaz, düş atınla. Çətindir. Ata bir yerə gedəndə qız uşaqları ondan ayrıla bilmirlər. Hətta bilir ki, 5-10 günlük gedir də gələcək, amma qız uşaqlarına bu ağırdır. Amma xanım Rüqəyya bilirdi ki, atanın gedişinin dönüşü olmayacaq. Dedi, ata atınla en aşağı. Həzrət düşdü atınla, gəldi. Xanım Rüqəyya gəldi, dedi, ata otur, oturdu dizinin üstündə. Dedi, ata yadımdadır, əmim Müslim şəhid olandan sonra onun balalarını sən nəvaziş elədin. Birazdan mən yetim qalacağım, amma məni nəvaziş eləyən olmayacaq. Səndən xahişim budur, getmədən öncə özün nəvaziş elə məni. Ələ lənətullah, olmasın.